Hı hı. Demek bugünkü mövzumuz hissəciklər, həm də köməkçi sözlər adlandırırıq biz onları. İndi əminəm ki, bugünkü mövzudan sonra artıq hissəcikləri feilin şəkilləri ilə səhv salmayacağıq və asanlıqla müəyyənləşdirə biləcəyik. İlk öncə yəqin ki, məlumatımız var, eləmi? Hissəciklər haqqında. Nələrə qoşulur, yazılış formaları necə olur? Var məlumatımız? Bəli, bəli, var. Hə, hissəciklər və köməkçi sözlər. Ən azından baxaq, ekran paylaşımı edək, sonra isə baxaq mövzumuza. Ona aid olan test o qədər çox deyil test bankında, amma yenə də qarşımıza tez-tez çıxır və şagirdlərin də ən çox səhv etdiyi məqamlardan biridir. İndi bir dəqiqə gözləyək. İlk öncə dedik ki, idi, imiş isə köməkçi sözləri. Biz həm də bunlara hissəciklər deyə yadımızda qalır. İdi, imiş köməkçi sözləri və yaxud da ki, hissəciklər yalnız bilirik ki, feillərə deyil, həm də neynir? Başqa nitq hissələrinə də artırıla bilər. Düzdür? Yəni, həm feillər deyirik, həm də adlar deyirik. Adlar dedikdə isə feillərdən başqa yerdə qalan əsas nitq hissələri nəzərdə tutulur. Yəni, ismə də artırılır, sifətə də, saya da, əvəziyə də, bəzən isə zərfə də artırıla bilər. Və istənilən adlara qoşulduqda cümlənin nə olacaq? İsmi xəbəri olmuş olacaq. Bir dənə bağışlayın. Boş forması. Yaxşı, idi, imiş hissəcikləri istər feillərə artırılsın, istərsə də adlara artırılsın. Biz deyirik ki, nəyə artırılmağından asılı olmayaraq, zaman etibarilə, məzmun etibarilə hadisənin və ya hökmün daha əvvəl olduğunu işarət edir. Yəni, istər sayı artırım, istər zərfə, istər sifətə artırım, istər adı artırım. Yəni, indiki dövrdən daha əvvəl hadisə və hökmün baş verdiyini bildirir. Məsələn, ismi artırsam, deyirəm ki, o məktəbli idi. Bir zamanlar məktəbli idi. Yəni, hal-hazırda yox. Onun qiyməti 5 idi. Sayı artırdım, bir zamanlar ifadəsini işlədə bilirəm. Onun yolu hər zaman irəli idi. Bir zamanlar. Günahkar o özü idi. Bir zamanlar. Yəni, hadisə, hökm indiyə yox, daha əvvələ aiddir. İdi, imiş hissəcikləri adlara qoşulan zaman hər zaman necə yazılacaq? Adlara qoşulan zaman hər zaman ayrı yazılacaq. Bax, ilk öncə ona diqqət etmək lazımdır. Əgər idi, imiş adlara qoşulursa, o zaman necə yazılır? Hər zaman ayrı yazılmış olacaq. Feillərə qoşulduqda isə idi, imişdən söhbət gedir. Həm birləşik yazıla biləcək, həm də ayrı yazıla biləcək. Düzdür, adlarda da bəzən qarşımıza birləşik yazılmış kimi çıxa bilər. Nə zaman olar bu? Nə zaman idi, imiş hissəcikləri adlarda da birləşik yazılma qarşımıza çıxa bilər? Adətən folklor ədəbiyyatında olur və nağıllarda qarşımıza çıxır. Deyirik ki, biri var idi, biri yox idi. Nə bilim, bir qoca vardı, belə bu şəkildə, birləşik şəkildə. Amma əslində isə yazılış forması düzgündürmü? Xeyr, amma biz onu dəyişə bilmərik, çünki folklor nümunələrinizə aid olan hissələrdir. Yəni, bədi ədəbiyyatda birləşik yazılı şəklində qarşımıza çıxa bilər. Amma idi, imiş hissəcikləri adlara qoşulan zaman necə yazılmalıdır? Hər zaman və hər zaman ayrı yazılmalıdır. İndi keçdik feillərə. İdi, imiş hissəcikləri feillərə artırılmaq üçün biz feilin kökünə və ya başlanğıc formasına heç zaman idi, imiş hissəciklərini əlavə eləyə bilmərik. Yaxşı, bəs nədən sonra əlavə eləyə bilərik? Nədən sonra artırılır hissəciklər feillərdə? Yalnız və yalnız feilin şəkillərinin şəkilçisindən sonra. Yalnız və yalnız. Demək, biz idi, imiş hissəciklərini dedik ki, həm adlara artırdıq, həm feillərə artırdıq. Amma dedik ki,
Adları artırılan zaman hər zaman ayrı yazılacaq. Feillərdə isə birləşik də yazıla bilər, ayrı da yazıla bilər. Amma deyirik ki, feilin kökünə və yaxud da ki, başlanğıc formasına artıra bilmərəm. Və yaxşı, o zaman necə qoşulacaq feillərdə? Feillərdə yalnız və yalnız feilin şəkilləri var. Bilirik də feilin şəkillərini yəqin ki, eləmi? Demək, feilin kökünə və yaxud da ki, başlanğıc formasına artırıla bilməz. Yalnız nədən sonra artırılacaq? Feilin şəkillərinin şəkilçilərindən sonra gələ bilər. Feilin şəkillərini tanıyırıqmı? Bilirik feilin şəkilləri nədir? Yaxşı. Demək, o zaman bilirik ki, biz feilin şəkilləri deyiriksə, arzu, Arzu, lazım. xəbər, hə, Bəli, arzu, əmr, xəbər, arzu, əmr, lazım, xəbər, şər şəkli nəzərdə tutulur. vacib, Yaxşı, əgər feilin şəkillərindən sonra artırılırsa idi, imiş hissəcikləri, o zaman feilin hansı şəkli idi ki, onun şəkilçisi yox idi? Hansı şəklinin şəkilçisi yox idi, özünə məxsus şəkilçisi? Əmr şəklinin. əmr şəkli. Düzdür, əmr şəklinin. O zaman deyəcəyik ki, əmr şəklinin xüsusi şəkilçisi olmadığından idi, imiş, isə hissəcikləri ona qoşula bilmir. Baxın, bir növ belə deyək də, bir söz kökünü hər zaman deyirik ki, bir qatar kimi fikirləşək. Sözün başlanğıc forması birinci qatardadırsa, sözün başlanğıc formasıdır. Başlanğıc forması. Buna qoşulan ikinci nə olmalıdır? Feilin şəkilləri olmalıdır. Üçüncü artıq biz nəyə əlavə eləyə bilərik ora? Üçüncü artıq hissəciyi artıra bilərik. Yəni, bu hissəcik birbaşa gedib sözün başlanğıc formasına və yaxud da kökünə qoşula bilməz. Özündən sonra nə belə deyək, sözə birinci nə qoşulmalıdır? Feilin şəkillərinin şəkilçisi sözə artırılmalıdır. Ondan sonra nələr gələ bilər? Hissəciklərimizi artıra bilərik. Və əmr şəklinin də özünün xüsusi bir şəkilçisi olmadığına görə, demək ki, hissəciklər nəyə artırıla bilməyəcək? Feilin əmr şəklinə qoşula bilməyəcək. Söhbət bütün hissəciklərdən gedir. İstər idisi olsun, istər imişi olsun, istər isəsi olsun. Heç biri feilin əmr şəklinə artırıla bilmir. Çünki feilin əmr şəklini yaratmaq üçün biz nə edirik? Feil kökünə nə artırırdıq? Yalnız və yalnız şəxs sonluğu ilə, düzdürmü? Mən gəlim, sən gəl, o gəlsin, biz gələk, siz gəlin, onlar gəlsinlər. Yəni, bunlarla idi, imiş, isə hissəciklərini işlədə bilmərəm. Ən azı praktiki cəhətdən yerinə qoyaq. Mən gəlim idi, sən gəl idi, elə işlədə bilmiriksə, demək ki, feilin əmr şəklinə artırıla bilmir. Yaxşı, idi, imiş hissəcikləri şuhudi keçmiş zamanda olan bir də deyirik ki, feillərə qoşula bilmir. Demək, əmr şəklinin şəkilçisi olmadığına görə hər üç hissəciyin heç biri ona artırıla bilmədi. Əlavə olaraq idi, imiş hissəcikləri bir dənə şuhudi keçmiş zamana artırıla bilmir. Biz bilirik ki, feilin zamanları hansı şəklinin əlamətidir? Feilin zamanları hansı şəklinə aiddir? Xəbər şəklinə. İstər indiki zaman olsun, istər keçmiş zaman olsun, istər gələcək zaman olsun, fərqi yoxdur. Hər hansı sözdə zaman şəkilçisi varsa, sözün hansı şəkildədir? Xəbər şəklində. Və belə deyək, söz yalnız bir şəkildə ola bilər. Fərqli bir şəkildə o qarşımıza çıxa bilməz. Mənim feilim ya arzudadır, ya lazımdadır, ya vacibdədir, ya şərtdədir, ya əmirdədir, ya xəbərdədir. Başqa, yəni bir feilin tərkibində iki şəkil əlaməti heç zaman ola bilməz. İdi və imiş hissəciklərini də biz bilirik ki, qısaldılmış formada necə olacaq? D, idi olacaq D üstü 4, imiş də olacaq mış üstü 4, düzdür? Və nəyə bənzəyir bunlar? Feilin zaman şəkilçisinə, düzdürmü? Yaxşı, bəs o zaman necə ayırdıq ki, bu zaman şəkilçisi deyil, hissəcikdir? İlk öncə baxırıq, dedik ki, şuhudi keçmiş zamana, yəni şuhudi keçmiş zamanımız bilirik də, D üstü 4 şəkilçisindən düzəlir. İdi imiş hissəcikləri artıra bilmirik. Məsələn, baxaq. Gəldi feilinə idi artıraq. Gəldi idi deyə bilərik. Gəldi imiş deyə bilərik. Alınmır, düzdürmü? O dünən gəldi idi, o dünən gəldi imiş şəklində olmur. Demək, ona görə dedik ki,
İdi imiş hissəcikləri əmr şəkli ilə bərabər nəyə də artırıla bilmir? Şudi keçmiş zamana artırıla bilmir. Yaxşı, bəs zaman şəkilçisi ilə o zaman idi imişi necə ayırdıq? Dedik ki, zaman şəkilçiləri feilin şəklinin, xəbər şəklinin əlaməti olduğuna görə onlar hər zaman sözün başlanğıc formasına qoşulurlar. Amma idi imiş hissəcikləri isə feilin şəkillərindən sonra feilə artırıla bilirlər. Yəni, bir növ feilin başlanğıc formasını necə tapırıq rahat yolla? Maqmək şəkilçisini artırmaqla, düzdürmü? Və əgər maqmək şəkilçisini artıra bilirəmsə, demək ki, mənim feilim başlanğıc formadadır. Və onun yanındakı d, mış şəkilçisi heç zaman idi imiş hissəciyi ola bilməz. Çünki zaman etibarilə başlayırıq ki, yalnız zaman şəkilçisi ola bilər oradakı d və yaxud da mış şəkilçisi. Çünki sözün başlanğıc formasına qoşulub. İdi imiş artırılması üçün mütləq şəkildə o bir feilin şəkillərinin şəkilçisini eləməlidir, əlavə edilməlidir. Dedik ki, şudi keçmiş zamana idi imiş hissəcikləri qoşula bilmir. Amma isə hissəciyi isə şudi keçmiş zamana qoşula bilər. Məsələn, yazdı feilinə sasə artırdım. Yazdısa, sual verirəm, nə etdisə, gəldisə, nə etdisə, oxudusa, nə etdisə, gördüsə, nə etdisə. Bir də bir şey məqamı yəqin ki, bilirik, sadəcə olaraq xatırladaq. Əgər biz sual veririksə və sualın tərkibində olan bütün şəkilçilər necə şəkilçilərdir? Qrammatik şəkilçilərdir. Yəni, mən bir sözə sual verirəmsə, onun tərkibində olan bütün şəkilçilərim nədir? Sözə artırılmış qrammatik şəkilçilərdir. İndi baxırıq. Məsələn, yazdısa sözünə baxaq. Sual verirəm. Nə etdisə, nə etdisə. Baxırıq, birincisi nə şəkilçisim var? Mənim d-dir. Sonra nəyim var? Sa-sə. Yaxşı. Yazmaq feilim var, düzdürmü? Maq artıra bilirəm. Demək ki, yazmaq nədir? Sözün köküdür. Maq artıra bilirəmsə, d-di hissəci ola bilər? Xeyr, heç zaman ola bilməz. Çünki sözün başlanğıc formasına qoşula bilməz. O zaman d nədir? Nə olacaq d o zaman? Zaman şəkilçisim, yəni şudi keçmiş zaman şəkilçisi olacaq və ondan sonra və bilirik ki, zaman şəklində olan feil hansı şəkildədir? Feilin xəbər şəklindədir. Və feilin xəbər şəkli ilə şərt şəkli yanaşı işlənə bilməz. Yəni, feil bilirik ki, bir şəkildə ola bilər. O zaman oradakı sasə nədir? Olacaq isə hissəciyi. Və isə hissəciyi də deyirik ki, feilin əmr şəklindən başqa nəyə qoşula bilməz? Feilin arzu və şərt şəklinə artırıla bilmir. Baxaq. Arzu şəklini bilirik ki, şəkilçisi nədir? A, ə, düzdür? Şərt şəklində sa, sə. İndi artıraq feilə. Gələ isə olar? Xeyr. Gəlsə isə olar? Xeyr. Oxuya isə, oxusa isə deyə bilmirik. Demək ki, isə hissəcikləri də feilin həm əmr şəklinə artırıla bilməyəcək, həm də arzu və şərt şəkillərinə artırıla bilməyəcək. Sonra keçdik işləmə məqamlarına. İdi hissəciyi hər zaman və hər zaman şəxs şəkilçilərindən əvvəl işlənəcək. Yəni, birinci idi hissəciyi gələcək sözdə, sonra şəxs sonluğu gələcək. Məsələn, deyirəm ki, sən bunu bilirdinsə, hətta sasə də artırdım. Bilməkdən nə edirdin? Sual verirəm. Bilirdinsə, nə edirdinsə və dedik ki, sualın tərkibindəki bütün şəkilçilər qrammatikdir, düzdür? Ir, o zaman nəyim olacaq? Zaman şəkilçim. D, zamandan sonra gələn d, idi hissəci olacaq. Sən bilirdin. Şəxs sonluğu, sasə də isə. İndi burada iki məqama diqqət eləyirik. Birincisi, baxırıq ki, idi hissəci dedik ki, nədən əvvəl işlənib? Şəxs sonluğundan əvvəl işlənir. Mütləq şəkildə. Sonra artırıla bilmir. Və ikincisi isə baxdıq ki, isə hissəciyi idi ilə bir yerdə işlənə bilər. Baxın, dedik ki, feil bir yanlış şəkildə ola bilər. Yəni, ya arzudadır, ya lazımdadır, ya vacibdədir, ya xəbərdədir. Feil yalnız bir şəklə əlamət daşıya bilər. Amma hissəciklərdə isə
İsə hissəciyi həm idi ilə işlənə bilər eyni zamanda, həm də imiş hissəciyi ilə işlənə bilər. Yəni, hər ikisi ilə eyni anda işlənə bilir. Və isə hissəciyi idi imişdən fərqli olaraq, biz idi imişi nə demişdik? Dedik ki, idi imiş hissəcikləri adlara qoşulanda hər zaman və hər zaman ayrı yazılmalıydı. Məsələn, o tənbəl idi, mütləq ayrı olmalıydı. Onun qiyməti hər zaman 5 idi, idi hər zaman ayrı olmalıydı. Günahkar onun özü idi, idi hər zaman ayrı yazılmalıdır. Amma İsa'da isə fərqlidir. İsa istəyir adlara qoşulsun, istər fiillərə qoşulsun. Necə yazıla bilər? Daha çox qısaldılmış şəkildə, sazsər şəklində yazılır və sözlərə birləşik yazılır. İndi qeyd elədik ki, idi hissəciyi hər zaman və hər zaman şəxs şəkilçisindən əvvəl işlənəcək. Yaxşı, bəs imiş o zaman necə olacaq? İmiş hissəciyi isə həm əvvəl işlənə bilər, həm də sonra işlənə bilər. Məsələn, deyirəm ki, sən bunu bilirsənmiş, bilirsənmiş. Neynədik? İmiş hissəciyi şəxs sonluğundan sonra gəldi. Sən bunu bilirmişsən. Bu şəkildə deyəndə isə nə oldu? İmiş hissəciyi şəxs onluğundan əvvəl işləndi. Demək dedik ki, idi hər zaman və hər zaman şəxs onluğundan əvvəl işlənəcək. İmiş hissəciyi isə həm şəxs onluğundan əvvəl işlənə bilər, həm sonra artırıla bilər. Amma isədə isə biraz fərqlidir. İsə isə yalnız və yalnız şəxs onluğundan sonra artırılacaq. Baxırıq, isə hissəciyi dedik ki, necə olacaq? Hər zaman şəxs onluğundan sonra artırılacaq. İsə hissəciyi şəxs onluğundan hər zaman sonra gələcək. Və yazılış formasında idi imiş köməkçi sözləri dedik ki, adlara qoşulanda hər zaman ayrı yazılır. Amma feillərə qoşulduqda isə adətən samitlə bitirsə feilim mənim, adətən birləşik yazılır. İdi imiş. Əgər mənim feilim samitlə bitirsə, o zaman adətən birləşik yazılır. Məsələn, o gəlmişdi. Muş burada zaman şəkilçisi, dıydı isə hissəciyim. Saitlə bitən feillərə artırıldıqda isə idi imiş həm birləşik yazıla bilər, həm də ayrı yazıla bilər. Yazmalıydı şəklində də deyə bilərəm, bir bitişdiriciyi artıra bilərəm. Yazmalı idi şəklində də deyə bilərəm. Bu şəkildə də yaza bilərəm. Və yadınızdadırsa isə hissəciyi haqqında, isə hissəciyi açıq idi. və yaxud da ki, feilin şər şəkli. Bilirik ki, feilin şər şəklində nə olur? Sa-sər şəkilçisidir. İsə hissəcisində qısaldılmış forması sa-sərdir. Demək olar ki, məzmun baxımından bu isə ilə feilin şər şəkli bir-birlərinə bənzəyir. Bax, sa-sər feilin şər şəklini keçərkən nə deyirdik? Deyirdik ki, feilin şər şəkli müstəqil sadə cümlənin heç zaman xəbəri ola bilməz. Çünki burada, məsələn, bir cümlə deyirəm ki, yağış yağsa, cümləmi necə yarımçıq qoyum? Mütləq şəkildə nəsə deməliyəm də, düzdür? Qiymətlərim 5 olsa, mütləq ardını deməliyəm. Və yaxud da ki, uşaqlar həyətə düşsə, nə olmalıdır? Cümləm bitə bilməz heç zaman. Mütləq şəkildə bir ardı olmalıdır. Və feilin şər şəkli deyirdik ki, hərəkətin icrasını nəyə bağlayır? Müəyyən bir şərtə bağlayır. Məsələn, qiymətlərim 5 olsa, nə olacaq? İmtahana yaxşı nəticə göstərəcəksən. Yağış yağsa, çətir götürəcəm. Neyinirik? Hadisənin icrasını müəyyən bir şərtə bağlayırıq. Və hər zaman tabeili mürəkkəb cümlənin xəbərlərindən biri ola bilər feilin şər şəkli. Müstəqil sadə cümlənin xəbəri ola bilmirdi. Və özündən sonra hər zaman nə istəyirdi? Virgül istəyirdi, özündən sonra cümlə tələb eləyirdi. Eyni ilə də isə hissəciyi də demək olar ki, eyni məzmunu ifadə eləyir. İstər adlara qoşulsun, istər feillərə qoşulsun, şərt məzmununu bildirəcək. Və deyirik ki, sadə cümlənin müstəqil xəbəri ola bilməyəcək. Yalnız nə olur? Tabeli mürəkkəb cümlədə, əsasən də budaq cümlənin xəbəri vəzifəsində çıxış edəcək. Və deyirik ki, eyni ilə isə də sazsər şəkilçisi kimi şərt məzmunu, şərt anlayışını bildirmiş olacaq.
Yaxşı, bura qədər bildiklərimizi biraz ümumiləşdirək. Dedik ki, hissəciklər həm adlara qoşulur, həm də nəyə qoşula bilirdilər? Həm adlara qoşulurdular, eyni zamanda da nəyə artırıla bilirdilər? Adlarla yanaşı. Fiili artırıla bilirdilər, düzdür? İstər adlara artırılsın, istərsə də fiillərə artırılsın. Zaman məzmunu etibarilə hər zaman nəyi bildirirdi? Hadisə və hökmün daha əvvəl baş verdiyini bildirirdi. Və müəyyən bir hadisə haqqında və yaxud da hərəkət haqqında sonradan bizim əldə etdiyimiz hər hansı bir məlumatı bildirirdi. Və dedik ki, idi imişi birinci qeyd eləyək, idi imiş adlara qoşulduqda hər zaman və hər zaman ayrı yazılmalıdır. Fiillərə isə bu hissəciklər qoşularkən fiilin heç zaman başlanğıc formasına, kökünə artırıla bilməzlər. Mütləq şəkildə fiili nə qoşulmalıydı? Fiilin şəkillərinin əlaməti qoşulmalıydı, sonra isə hissəciklər artırıla bilər. Və əmr şəklinin heç bir şəkilçisi olmadığına görə əmr şəkli ilə heç bir hissəcik işlənə bilməz. Və keçdik. Eyni zamanda da idi imiş dedik ki, fiilin hansı zamanla artırıla bilmir? Hansı zaman artırıla bilmir eyni ilə? Şuhudi keçmiş zamana. Şuhudi keçmiş zamana. Gəldi idi, gəldi imiş deyə bilmərəm. Nəqli artırılırmı? Bəli. O vaxtında gəlmişdi. Nə etmişdi? Gəlmişdi. Mış zaman şəkilçisi, d isə idi hissəcik olar. O vaxtında gəlibmiş. Eyni ilə neynədik? İmişi də artıra bildik. Və isə hissəciyi isə dedik ki, əmr şəkli ilə yanaşı arzu və şərt şəkillərinə də artırıla bilməz. Sonra yazılış formasına toxunduq. Dedik ki, idi və imiş hissəcikləri qısaldılmış formada mışdı şəklində yazılır. Samitlə bitən fiillərdə adətən birləşik yazılacaq. Əgər mənim feilim saitlə bitərsə, birləşik də yazıla bilər, ayrı da yazıla bilər. Düzdür? Və dedik ki, sonra idi hissəciyinə toxunduq. Nəyə qeyd elədik? Dedik ki, idi hissəcikləri İdi hissəciyim hər zaman nə inirdi? Şəxsdən sonra gəlirdi, yoxsa əvvəl? Müəllim, əvvəl. Bəli, dedik ki, idi hissəciyim hər zaman şəxs sonluğundan əvvəl işlənirdi. Amma imiş hissəciyi isə nə inirdi? İmiş hissəciyi isə həm əvvəl işlənə bilirdi şəxs sonluğundan, həm də sonra işlənə bilirdi. Düzdürmü? Sən bunu bilirdin deyirəmsə, idi hissəciyi neynədir? Mən bunu bilirdim, sən bunu bilirdin, biz bunu bilirdik, şəxs sonluğundan əvvəl. Amma imiş isə əvvəl də gələ bilir, sonra da. Sən bunu bilirmişsən də deyə bilərəm, sən bunu bilirsənmiş də deyə bilirəm. Düzdürmü? Hər ikisi uyğundur. İsə hər zaman və hər zaman sonda gəlir. Yəni, şəxs sonluğundan sonra artırılacaq. Və İsənin bir xüsusiyyəti də var idi. Nə idi? Hansı xüsusiyyəti idi? Deyirdik ki, İsə neynir? Sonda gəlir. Amma hər zaman idi və imiş hissəciklərindən sonra da artırıla bilər. Düzdür? Baxın, idi nədirsə, imiş də odur. Yəni, idi nəyə artırılırsa, imiş də ona artırıla bilir. Necə işlənmə məqam varsa, demək ki, bir-birinin əvəzləyicisi kimi bir şeydirlər. Amma isə həm ididən sonra artırıla bilər sözə, həm də imişdən sonra. Yəni, iki hissəcik eyni anda sözdə bir feilin və yaxud da bir sözün tərkibində işlənə bilər. Ona diqqət eləyirik. Bir də dedik ki, isə hissəcikləri eyni ilə feilin şərt şəkli kimi. Feilin şərt şəkli nə bildirirdi? Məzmun etibarı ilə nə bildirirdi? Şərt məzmununu bildirirdi. İşin icrasını nəyə bağlayırdı? Müəyyən bir şərtə bağlayırdı, düzdürmü? Özündən sonra vergül tələb eləyirdi, özündən sonra cümlə tələb eləyirdi. Deyirdik ki, sadə cümlənin müstəqil xəbəri ola bilmir. Sadəcə olaraq mürəkkəb, tabeli mürəkkəb cümlənin nə olurdu? Xəbərlərindən biri kimi çıxış eləyirdi, düzdür? Eyni ilə də isə hissəcik, uşaqlar. İdi imişdən fərqli olaraq adlara da sazə şəklində qoşula bilir. Yəni, qısaldılmış şəkildə adlara da əlavə eləyə bilirəm isəni. Və necə ki, feilin şərt şəkli, eləcə də isə hissəciyi
Nə bildirəcək? Şərt məzmununu bildirəcək. Adlara qoşularsa ismi xəbər olacaq, feillərə qoşularsa feili xəbər olacaq, amma müstəqil sadə cümlənin yox, tabeli mürəkkəb cümlənin xəbərlərindən biri kimi çıxış edə biləcək. Yaxşı, indi keçid alaq, biraz testlərinə baxaq. Testləri düzdür, çox deyil, elə qısaca onlara baxacaq, sonra isə davam eləyərik. Baxdıq. Təsriflənməyən feillərə artırıla bilər idiymiş. Necə? Təsriflənməyən feillərə artırıla bilər. Bəli, onun məqsədi oxumaq idi. Demək olar ki, daha çox məstərə artırılır. Bildim. Belə deyək də, feili bağlamaya da artırıram, feili sifətə də artırıram, amma nəyə artıra bilmirəm? Daha doğrusu, məstərlə feili sifətə artırıram, feili bağlamaya artıra bilmirəm. Nəyə görə? Onda da məqsəd nədir artıra bilməməkdə? Biz bilirik ki, feili bağlama nə ola bilmir cümlədə? Xəbər ola bilmir, düzdür? Yalnız nə olurdu? Zərflik ola bilirdi. Və bunlar da nəyə artırılırlarsa xəbər vəzifəsinə çıxış eləyir. Mənim məqsədim oxumaq idi, bəli. Onun məqsədi oxumaq imiş deyə bilərəm. O zamanında oxuyan idi, bəli, feili sifətə də artıra bilərəm. Çünki feili sifətdə cümlədə ismi xəbər mövqeyində çıxış edə bilir. Bir dənə feili bağlamaya artıra bilmirəm, çünki feili bağlama yalnız və yalnız cümlədə nə olur? Zərflik olur. Yaxşı, ona görə ona artırıla bilməyəcək. İndi testlərinə baxaq. Ekran paylaşırsınız. Bəli. Testlərinə baxaq, sonra isə keçid alaq. Demək, idi-imiş haqqında müəyyən bir təsəvvürümüz yarandı və qeyd elədik ki, idi-imiş hissəcikləri feillərdə yalnız və yalnız nədən sonra işlənə biləcək? İşlənmə şəkli feillərdə nə zaman işlənə bilərdi? Nədən sonra artırıla bilərdi feillərdə? Şəkillərindən sonra. Nədən sonra? Şəkillərindən. Bəli, feilin şəkillərinin şəkilçisindən sonra. Yəni, birbaşa sözün başlanğıc formasına və yaxud da ki, kökünə heç zaman artıra bilmərəm. Müəyyən bir şəkil əlaməti olmalıdır ki, mən onu feillərə artırıla bilim və o cəhətdən də nəyə artırıla bilmirdi? Feilin hansı şəklini artıra bilmirdik? Nəyə artıra bilmirdik? Feilin hansı şəklini artıra bilmirdik? Əmr şəklinə. Bəli, səbəb də nə idi? Şəkilçisinin olmaması. Bəli, şəkilçisi olmadığına görə ona heç bir hissəcik artırıla bilməzdi. İndi baxaq birinci testimizdə idi-imiş isə köməkçi sözlərin və yazılışı eyni ilə artırılması. Baxaq birincidə. Görürük ekranı. Yaxınlaşdırın. Cümlələrin birində fiil idi köməkçi sözü ilə işlənmişdir. Yenə də deyirik, hissəcik də deyə bilərlər, köməkçi söz də qeyd edə bilərlər. İndi baxaq. Siz baxın istəyirsiniz öncə, sonra isə bir yerdə qərar verək. Variantınızı seçin. Müəllim necə? Variantınızı ilk öncə siz seçin. İdi köməkçi sözü işlənmişdir. Bax, B variantında. siz B-ni deyirsiniz. Başqa var? Mən B variantı. Yaxşı, baxaq. İndi uşaqlar, baxdıq. Əmraslan 9 yaşına çatdıqda atası onu molla yanına oxumağa apardı. Sual veririk. Nə etdi? Bax, sual verdim. Nə etdi? Bax, mənim sualımda yalnız və yalnız nə var? Bir dənə dı var. O da sözün başlanğıc formasına qoşulub. Düzdür? Aparmaq feilindən apardı. Nə etdi? Sözün başlanğıc formasına qoşulan dı nə olur hər zaman? Nə etdi? Nə olacaq hər zaman? Nə olacaq? Nə etdi feil? Bəli, sualım nə etdi sualı verirəm də. Deyirik ki, dı sözün başlanğıc formasına qoşulubsa hər zaman nə olacaq? Müəllim feil. Nəyin şəkilçisidir dı? Xəbər şəkli. Xəbər şəklidir, bəli, zaman şəkilçisidir orada. Sonra o nadinc olduğundan müəllimləri təngə gətirmişdi. Bax, sual veririk. Nə etmişdi? Nə etmişdi? Necə? Burada idiymiş işlənib də. Bəli, nə etmişdi? Bax, feilimdə nə var? Bir mış var, bir də dı var, düzdür? Mış nədir, dı nədir? Mənim dı xəbər. Mış nə olacaq, dı nə olacaq? Mış nəyin şəkilçisidir?
Başlanğıca qoşulub. Bax, gətirmək feili var. Düzdür? Təngə gətirmək. Mış nəyin şəkilçisi olacaq? Birinci gəlibsə. Nəqli keçmiş zaman. Bəli, keçmiş zaman, nəqli keçmiş zaman. Dıdi nə oldu? İdinin qısaldılmışı. Bəli. Babam bizə kənddən sovqat göndərdi. Nə etdi? Göndərdi. Göndərmək feilinə bax. Magmaq artıra bilirəm. Göndərmək deyə bilirəmsə, buradakı dıdi hər zaman və hər zaman zaman şəkilçisi olacaq. Nurəddin çoxdan gözlədiyi gün gəlib çatdı. Nə etdi? Bax, çatmaq feilinə başlanğıc formaya qoşulub hər zaman zaman şəkilçisidir. O bu xəbəri eşidəndə hamıdan çox sevindi. Sual verirəm yenə nə etdi? Nə etdi deyirəmsə, başqa bir şəkilçim yoxdursa, hər zaman dıdi nədir? Zaman şəkilçisidir. İndi keçdik ikiyə. Sözlərin birində iki köməkçi söz işlənmişdir. Biz bildik ki, nə idi? İsə hissəciyi həm ididən sonra artırıla bilərdi, həm də imişdən. Buyurun. Vallahi Buyurun. Hansı olar? İki hissəcik. Variant. mənim Necə? düzgün neçə etdi bir də deyə bilərsiniz. İki köməkçi söz. Y variantı. Sözlərin birində iki köməkçi söz. Biz bilirik ki, onun biri isə olmalıdır, digəri isə ya idi olacaq, ya imiş. İdi ilə imiş eyni sözü artırılmır. Düzdürmü? İsə ya ididən sonra artırılar bilər ya da imişdən. Hansı olacaq? Nəyə qeyd elədiniz? Y variantı. Y. Başqa? Mənim Y. Y. Bəli. Y. Bax, gətirərsən, nə edərsə. Düzdür? Bilirik ki, arər nədir? Bir də bir şey qeyd edək uşaqlar, onu heç qeyd eləmədik. Demək, feil istənilən zaman şəkilçisindən zaman şəkilçisi işlənə bilər və idi imişdə artırıla bilər. Biz bilirik ki, zaman etibarilə bu hadisə keçmişdə baş verib, düzdür? İdi Bəli. imişin belə bir xüsusiyyəti vardır. Amma mənim feilim hansı zaman şəkilçisini qəbul eləyibsə, feil eyni zaman, həmin zamandadır. Bax, gətirərsə sual ver. İndi desəm ki, bu gətirərsə feili hansı zamandadır? Gətirərsə Hə? Qeyri-qəti gələcək zaman. Bəli. Oxuyacaqsa eyni ilə, gəldisə burada da keçmiş zaman. Yəni feilin baxmayaraq ki, belə deyək də, hansı zaman etibarilə keçmişdə baş verib bir hadisə, amma feil hansı zamandadırsa eyni zamanda götürürəm. Məsələn, deyirəm ki, o keçmişdə tez-tez balıq tutmağa gedərmiş. Feilim hansı zamandadır? Mənim orada imişdi də. Gedərmiş. Feilimin zamanını soruşuram. O keçmişdə tez-tez balıq tutmağa gedərmiş. Gələcək zamanda. Bəli. Amma baxmayaraq ki, hadisə nə zaman baş verib? Keçmişdə baş verib, düzdür? Bəli, müəllim. Amma hansı zamanın şəkilçisi varsa, o zamanda götürürük. Bilirmişsə, nə edirmişsə sualı verəcəm, nə edirmişsə. Və baxdıq ki, dedik ki, sualda olan bütün şəkilçilər qrammatikdir. Ir zamandırsa, iki zaman bir yerdə işlənə bilməz. Mış olacaq. Nə? Hissəcik, sasə də feilin feilə qoşulmuş isə hissəciyim. Yaxşı, keçdikcə hansı cərgədəki feilləri lazım şəklində düşünmək mümkün deyil? Lazım. İlk öncə biz feilin şəkilləri ilə bir şey qeyd edelim uşaqlar. Feilin şəkilləri ilə feili sifəti ayıra bilirik, deyiləmi? Çünki feili şəkilləri ilə feili sifətin bəzi şəkilçiləri oxşardır, düzdür? İnkarda işlətməklə. Necə? Sual necə idi? Bir də təkrarlayarız. Sual bu idi ki, feilin lazım şəklində düşünmək mümkün deyil. Amma mən qeyd elədim ki, feilin şəkilləri ilə feili sifətin bəzi şəkilçiləri oxşardır, düzdür? Bəli, feil sifətlə feilin şəklindən ayırmaq üçün inkarda işlətmək bəs eləyir də. Həm inkarda işlədə bilərik, həm sualını verə bilərik, düzdür? Bəli. Baxaq, dərsi öyrənəsidir. Nə edəsidir, deyə bilirəmmi?
Bəli, müəllim. Nə edəsidir? Deyə bilirəmsə, o zaman nədir? Hə? Nə olacaq? O zaman fiilin lazım şəklidir. Düzdürmü? Asayici şəkilçisi. Oxuyası deyiləm. Mübarizəni dayandırası deyilik. Biz bilirik ki, inkarı lazım şəkli nə ilə düzəlir? Deyillə düzəlir. Duz səpiləsidir. Nə ediləsidir? Yol gediləsidir. Yenə nə ediləsidir? Sualı verirəm. Sirlər açılasıdır. Nə ediləsidir? Qələbələr qazanılasıdır. Eyni sualı verə bilirəm. Gediləsi yol müəyyən edildi. Nə müəyyən edildi? Yol. Hansı yol? Artıq bura mən nə ediləsi deyə bilmirəm. Düzdür? Y variantı Hansı müəllim. yol? Bəli. Öyrəniləsi dərslərim çoxdur. Hansı dərslərim? Öyrəniləsi. Baxırıq, bilirik ki, feili sifət adətən sifət kimi ad bildirən sözdən əvvəl gəlir. Necə, nə cür suallarına cavab verir və cümlədə daha çox təyin mövqeyində çıxış edir. Davam elədik. İsə köməkçi sözü feilin hansı şəkillərinə artırıla bilmir? Hansılara artırıla bilmirdi? Əmr, arzu şərt. Bəli, əmr şəkli, arzu şəkli və şərt şəkli. Yaxşı, bəs idi imiş nəyə artırıla bilmirdi? Onda növbəti sualda baxaq. Buyurun. Və dedik ki, idi nədirsə, imiş də odur da. Buyurun. Xəbər bir də əmr olmalıdır. Səhv eləmirəmsə. Şəkilçisi və xəbər Xəbər. şəkilçisi. Xəbər şəklinin hansı? D. Bəli, o zaman nə olacaq? Dudi, şudi Müəllim, keçmiş zaman. Düzdür? bəli. O zaman nə olacaq? Əmr şəkli bir də. Müəllim, əmr və D variantı olacaq da. Bəli, əmr şəkli və xəbər şəklinin didi şəkilçiliyi keçmiş zamanı, yəni şudi keçmiş zaman. Unutsaq belə uşaqlar tez praktiki cəhətdən yerinə qoyuruq və tez variantımızı tapırıq. Ümumiyyətlə çox rahatdır da. Yəni əmrlə heç bir işlənə bilmir. Didi ilə mışmış da bir dənə şudi ilə işlənə bilmir. Yaxşı, eyni ilə dedik ki, idi nədirsə imiş də odur. Buyurun 6-ya. C variantı. variantı Bəli, C. dedik ki, idinin nə funksiyası varsa, imiş də eyni ilədir. Siz orada olmasaydınız, qan dizə çıxardı cümləsində altından xətt çəkilmiş sözlə bağlı doğru fikri istəyir. Olmasaydınız. Köməkçi sözlə işlənmiş arzu şəklində olan sözdür, düzdür? Müəllim, Aha, Şərt- yaxşı, siz şərt- birinci fikirləşin, doğrunu istəyir. Baxın, doğrunu. Müəllim, C variantı. Baxaq. Dəqiqləşdirin. Mən ekranı tam görə bilmirəm sualları. Davamına baxa bilmirəm deyə. Buyurun, görə bilirsiniz indi. Bəli, indi bəli. Buyurun. Mən dedim cavabı. Siz C dediniz. Başqa? Hə. Siz nə deyirsiniz? Yəqin ki, D variantı kimi gəlir. D deyək, D. Yaxşı, baxaq. Siz orada olmasaydınız, birinci baxaq, olmaq feilinə nə qoşulub? Mamə, inkarlıq, düzdür, sasə. İnkardan sonra gələn sasə nə olar? İnkardan sonra artırılıb. Bax, Şərt şəkli. bəli, feilin şərt şəkli. Didi nədir? İdinin qısaldılmışı. Bəli, nız da olacaq nə? Şəxs sonluğu. Bilirik ki, hər zaman şəxs sonluğundan əvvəl işlənir idi hissəcik. İndi köməkçi sözlə işlənmiş arzu şəkli. Arzu şəkli idi orada sasə. Xeyr. Xeyr, çıxdıq. Feili bağlamadır. Xeyr. Xeyr, feili bağlama ümumiyyətlə şəkilçisi yoxdur. Köməkçi sözlə işlənmiş şərt şəklində olan sözdür. Bəli. 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 Köməkçi sözlə işlənmiş lazım şəklində olan sözdür. Müəllim, bu ola bilmir. Bəli, çünki şərt şəklindədirsə necə lazım şəklində olacaq? Feilin xəbər şəklindədir.
Müəllim bu da ola bilməz də, çünki Bəli. Niyə? feil kimi Niyə? işləmir. Belə deyək də, yalnız feil bir dənə şəkil əlamət daşıya bilər, düzdür? Şərt şəklindədirsə, başqa bir şəkildə işlənə bilməz. Nümunələrin birində köməkçi söz keçmiş zamanı artırılıb. Buyurun. Köməkçi sözümüz, yəni hissəciyimiz keçmiş zamanı artırılıb. A-da nəyə artırılıb uşaqlar? Keçmiş sual necə deməliyəm? Köməkçi söz keçmiş zamanı artırılıb. Müəllim A bəndi. Baxaq. A-da Nadir sabah yola düşəsi hansı şəkildədir? Düşəsi. A səhəsi nəyin şəkilçisidir? Lazımı. Bəli. Demək keçmiş zaman ola bilər, lazım şəkli. Axı keçmiş zaman xəbər şəklidir, düzdür? Həmişə öz sözünü deməyə çalışardı. Hansı Bəli. zamandadır feilim? Çalışmadı. Gələcək zamanda. Bəli, bizə lazımdır nə? Keçmiş zamanı artırılsın. Onun maşını var imiş. Nəyə artırılıb? Var imiş. İdi imişə. İdi imiş var, nəyə artırılıb? Keçmiş zamanı artırılıb. Bəli, müəllim. Yox. Var sözü nədir? Predikativlərdir da bunlar. Düzdür, ismi xəbər olurlar. Zaman anlayışı bildirir? Xeyr. Var sözü keçmiş zaman ola bilməz. Düzdür, hadisə və hökmün dedik nəyə artırılır? Artırılsın hissəciklər. Keçmişdə baş verdiyi məlumdur. Amma biz buna keçmiş zaman deyə bilmərik. Keçmiş zaman olması üçün feilin xəbər şəklində olmalıdır və keçmiş zaman şəkilçisi artırılmalıdır. Nazlı dərslərini çoxdan hazırlanmışdır. Yaxşı, burada hanı hissəcik? Mən çoxdan. Hazırdan, hazırlamaq, mışdır. Mış nəyə artırılıb? Sözün başlanğıc formasına, düzdür uşaqlar? Bəli, müəllim. Başlanğıc formaya artırılan mış, imiş hissəciyi ola bilərmi? Xeyr, müəllim. Xeyr, heç zaman ola bilməz. O zaman mış nədir orada? Başlanğıc formaya qoşulanmış nə ola bilər? Zamandır, bəli. Bəs dır nədir o zaman? Dır nə olacaq? Bəli, şəxs sonluğu olacaq. Üçüncü şəxsin sonluğu. Əhməd Mərdəkanda bağ da alıbmış. Mən bu köməkçi sözdən də keçmiş zamanda artırılıbdır. Bəli, nə edib? Bax, sual veririk. Nə edib? Bir. Mərdəkanda bağda. Bəli, ıb nədir? Zaman. Mış o zaman nə olacaq? Ib zamandırsa, mış da nədir? Bəli, köməkçi sözümdür. Hansı sıra isə köməkçi sözü ilə işlənmiş feillərdən ibarətdir uşaqlar? Feillər olmalıdır və isə köməkçi sözü ilə. Buyurun. İlk öncə xatırlayırıq ki, sözün başlanğıc formasına hissəciyi artırıla bilməz. Ondan sonra buyurun. Hə? D variantı. D. Mən B- Yaxşı. B. Bəli, B. Sonra. Başqa. Və yaxşı. B dedik. Hə, hamı B dedi. D dedim. D dedi siz. D variantı bəli. Yaxşı. İndi baxdıq. B ilə D-yə baxaq elə ikisindən, yoxsa hamısına. Dedik ki, ilk öncə isə köməkçi sözü nəyə artırıla bilməz? Əgər feili artırılırsa, başlanğıc formaya artırıla bilməz. Qaçırsansa, nə edirsənsə, Qaçırsanız. bəli, nə edirsənsə, bu ola bilər, düzdür? Bəli, müəllim. Bəli, çünki feilin nəyindən sonra artırılmışdı?
Xəbər şəklindən sonra və şəxs sonluğu sonra isə. Bəs oxunmaq feili varmı dilimdə? Oxunmaq. Tamam, oxunmaq. Aha. Oxunmaq, pozmaqdan, pozdurmaq varmı? Müəllim var. Bəli, o zaman bunlar hissəcik ola bilməz. Bunlar nə olacaq? Feilin şərt şəkli olacaq. Düzdür? Çünki başlanğıc formaya qoşulublar. Baxırsansa, nə edirsənsə, ola bilirmi? Bəli, isə olur. Bəli, ola. Almalıyamsa, Burada almalıyım. nə etməliyəm? Bəli, feilin vacib şəklindən qoşulub da, düzdür? Bəli. Bəli, bəs gedilsə, gedilmək feili varmı dilimdə? Gedilmək. Bəli. Var da, düzdür. Başlanğıcına qoşulan sasə hissəcik ola bilər. Mənim sasə Başlanğıc Xeyr. formaya qoşulub. Baxın, gedilmək feilinə qoşulub. Xeyr, ola bilməz. Yuyursan, nə edirsə deyə bilərəm. Bəli, qoşulubdur xəbər şəklinə. İşləyəsiyəmsə, nə edəsiyəmsə lazıma qoşulub. Amma dinləmək feilinə qoşulan, sözün başlanğıc formasına qoşulan uşaqlar isə hissəcik ola bilər. Müəllim. Xeyr. Ağartmışsansa, demək B də olmayacaq. C-də. Nə etmişsənsə deyirəm. Nə etmişsən? Ağartmaq feili var. Nə etmişsən deyirəm. Demək, ağdan düzəldi. Ağarmaq, ağartmaq, mış zaman, sansən şəxs sonluğu, sasə hissəcik. Eşitdiksə, eşitmək, dıdi, zaman, biz eşitdik. Şəxs sonluğu, sasə, isə. Gələrsə, gəlmək sözün kökü, ar-ər, zaman, sasə olacaq zamandan sonra gələn hissəcik. Görsələr sözün başlanğıc formasına qoşulub, ona görə şərt şəklidir. Digərlərinə baxmasaq da olar. Keçdik ona. Buyurun. Eyni ilə. İsə köməkçi sözü ilə işlənmiş feillərdən ibarətdir. Buyurun. B variantı. B, yaxşı. Baxaq. Hər kəs baxsın. B fikirləşirik hər birimiz. Bəli, müəllim. Bəli. İşləyiriksə sual verirəm. Nə ediriksə, nə ediriksə. İşləyirik. Bəli. Demək, ır nədir? Zaman, şəxs sonluğu, isə hissəcik. Ələyərsənsə, nə edərsənsə, baxırıq şəxs sonluğundan sonra artırıb, nə edər zaman şəkilçisi də var, şəxs sonluğu da var və isə də var, demək hissəcik. Yazasıdırsa, asası lazım şəkli, dır, şəxs sonluğu, sasə də olacaq hissəciyimiz. İsə köməkçi sözü haqqında fikirlərdən biri doğru deyil. Yəni, nəyi tapmalıyıq? Yanlışı tapmalıyıq. Fiilin arzu şəklinə də artırıla bilir, düzdür? Mən biraz ekranı göstərə bilərsiniz. Fiilin deyir, arzu şəklinə də artırıla bilir. Yanlışdır. Bəli. Feilin arzu şəklinə artırıla bilmirdi. Bir də nəyə artırıla bilmirdi? Feilin lazım şəklinə. Xeyr. Arzu ilə nəyə artırıla bilmirdi isə? Əmir, arzu, bir də Sasə şərt şəkli. şərt şəklinə. Demək, arzu şəklinə artırıla bilir, yanlışdır. Həm idi, həm də imiş köməkçi sözü ilə işlənmiş feillərə qoşula bilir, düzdür? Mən bu düz olar, düzdür də. Bəli, dedik ki, idi, isə imişdən də sonra gələ bilər, ididən də. Feilin şərt şəkli ilə işlənmir, düzdür? Mənim düzdür də. Bəli, gəlsə isə olmur. Dıdi şəkilçi keçmiş zamanda olan feil isə köməkçi sözü ilə işlənə bilir, düzdür? Mənim bu da düzdür. Bəli, dedik ki, şudi keçmiş zaman idi imişdən işlənmir, amma isə ilə gəldisə deyə bilərəm. Feillərə şəkil və şəxs şəkilçilərindən sonra qoşulur. Mənim düzdür. Bəli, demişik ki, isə hər zaman sonda gəlir, demək, şəxs sonluğundan sonra artırılır. Hansı sözdə fərqləndirilmiş hissə həm şərt, həm də isə kimi düşünülə bilər? Buyurun.
Həm demək isə kimi Mən düşünə bilərəm, həm də feilin şərt şəkli kimi. deyə bilərəm mən. Gözləyək. Mən C variantı. D variantı. C dediniz, bir də D. C D. İndi uşaqlar, birincisi, əgər mən bu feili iki cür düşünə bilirəmsə, mən buna iki cür sual verə bilməliyəm, düzdür? Bəli, müəllim. Düzdürmü? Eşidirsə, bir nə sual versək, eşidirsə, o məni eşidirsə, sual verin. Nə edirsən? Bəli, nə edirsə, başqa sual verə bilərsən. Edirsə. Başqa sual verə bilirik. Verə bilirik başqa. Xeyr. Eşidirsə, eşitmək, ır zaman, sasə hissəcik. Bu yoldan keçərsə, sual veririk. Bəli. Keçərsə, nə edirsə? Nə edərsə, bəli, başqa bir sual verə bilirəm. Keçərsə. Xeyr, verməyəm. Xeyr. Baxdıq. Baxırsa, O da nə edir? sual veririk. Nə edərsə? Nə edirsə. Sataşsa, Nə etsə? bəli. İndi uşaqlar bir məqama da diqqət eləyirik. Baxın, biri var köçürsə, bir də var köçürsə. Düzdürmü? Deyirəm ki, əgər o yeni evə köçürsə, nə bilim, əşyaları daşıtmaq lazımdır. Mən ona deyirəm nə edirsə. Əgər köçürsə, nə edirsə. O zaman ir zaman şəkilçisidir. Sasə olacaq nə? Hissəcik. Amma deyirəm ki, əgər o tapşırığı köçürsə, mənə deyin. Nə etsə, köçürsə. Baxın, mən bunu iki cür başlanğıc formada düşünə bilirəm bu feilin. Həm bunu köçmək feili kimi düşünə bilirəm, düzdür? Əgər yeni evə köçürsə deyirəmsə, zaman şəkilçisi olacaq, sasədə hissəci olacaq. Amma deyirəmsə ki, uşaqlar, əgər o tapşırığı köçürsə, nə etsə sualı verirəm, o zaman köçmək, ir, nə olacaq? Leksik şəkilçi sözün başlanğıc formasına qoşulan sasədə olacaq, feilin şərt şəkli. Amma digərlərini mən iki cür düşünə bilmərəm. Keçərsə, keçmək var, düzdür. Keçərmək feilin var, yaxşı. Keçmək var, keçərmək var. Xeyr, demək orada mən sasəni nə kimi düşünə bilmərəm? Şərt şəkli kimi düşünə bilmərəm. Baxmaq var, baxırmaq var. Müəllim. Baxırmaq. Baxırmaq olmazmı? Xeyr, ona görə iki cür düşünə bilmərəm. Sataşmaq var, satmaq var, sataşmaq. Amma satmaqla sataşmağın nə əlaqəsi var, düzdür? Bəli. Sonra birincidə də eşidirsə də, eşidirmək adında da feilim yoxdur. İndi keçid aldıq uşaqlar. Növbəti 13-cü. İmiş köməkçi sözü ilə işlənmiş feilləri müəyyən eləyirik. Gətirmişik, itirmişsən, itiribmiş, gətirərmişlər, itirmişdi, gətirmişdir. Buyurun. Gətirmişik feili hansı zamandadır, nə var tərkibində? Miş deyir, müəllim, gələcək zaman. Gətirmişik. Yo. Keçmiş zaman. Sual veririk. Sual veririk. Nə etmişik? Ay sağ ol, nə etmişik? Nə var burada? Bir dənə mışmış var, bir də şəxs sonluğu. O zaman mışmış nə olacaq? Sözün başlanğıc formasından qoşulubsa. Zaman şəkilçisi. Bəli, zaman şəkilçisi. İtirirmişsən. Sual veririk. Nə edirmişsən? Bəli, nə edirmişsən? Neçə qrammatik var? Nə edirmişsən, müəllim? Ir nədir? Birinci, Hə. birincisi leksik şəkilçisidir. İkincisi Yox. zaman. Hə, buradakı ir, bəli, burada axı bizdə amma burada sualda bir dənə ir var, düzdür? Bəli, itməkdən itirmək. Nə edirmiş? Sən, düzdür? Nə edirmişsən? Ir, ikinci ir nəyin şəkilçisidir? Zamanın. Mış nədir? O zaman. İki zaman bir yerdə ola bilməz, düzdür? Bəli, ancaq bu nə çıxacaq? Bəli, san səndə şəxs sonluğu, ona görə burada oldu. İtiribmiş. Sual veririk. Nə? Edirmiş. Edirmiyor. İtirib. Edibmiş. Hə, nə edirmiş? Nə edibmiş?
Yaxşı, buradakı ıbib nədir? Bir. Çözmüş zaman. İtirmək feilindən ıbib keçmiş zaman mışmış olacaq nə? İmiş. Bəli, imiş. Gətirərmişlər. Ne edermişler? Nə edərmişlər? Bəli, zamandan sonra gələn mışmış nə olacaq? Şaşırdım. İmişin qısaldılmışı. Bəli. İtirmişdi. Ne etmişti? Bəli, nə etmişdi? Burada nə var? Ne etmişmiş? Qaldırılmışı. Mışmış nədir? Zaman, dedi. İdinin qısaldılmışı. Bəli, amma bizə lazımdır imiş, düzdür? Ona görə götürmürük. Gətirmişdir. İmişti demem. Nə etmişdir deyirik, düzdür? Nə etmişdir? Gətirmişdir. Nə etmişdir? Buradakı mışmış nəyin şəkilçisidir? Gətirmək feilinə qoşulub. Baxın. Sözün başlanğıc forması gətirmək feilinə qoşulub. O zaman mışmış nədir? Keçmiş zaman. Bəli. Dırda olacaq. Şəxs sonluğu, düzdür? Demək, cavabımız oldu 2, 3 və 4. Klasteri tamamlayan fikirləri müəyyən edirik. İdi köməkçi sözü qoşulmur nəyə? Əmr şəklinə. Bir də Ben fail bağlamaya. Nəqli bəli, keçmiş zaman. feili bağlamaya. Sonra bir də Məstəri. məstər qoşuldu axı. Yo yo. Bir də nəyə qoşulmur dedik? Yani arar şəkilçisinə. Gələrdi. Niyə? O tez-tez bizə gələrdi. Deyə bilmirəm. Dedik axı, nəyə qoşulmur bir də? Nəyə artırıla bilmirdi? Şudi keçmiş zamana da düzdür. Didi şəkilçisi keçmiş zaman. Didi şəkilçisi də keçmiş zaman nə idi? Şudi keçmiş zaman. Düzdür. Demək, idi köməkçi sözü qoşulmayacaq. Nəyə? Şudi keçmiş zamana, yəni d şəkilçili keçmiş zamanıma, bir də ki, feili bağlamaya. Nəyə görə feili bağlama dedik? Çünki feili bağlama cümlədə xəbər vəzifəsinə çıxış eləyə bilmir. İsə köməkçi sözü qoşula bilmir. Nəyə? Arzu şəklinə, başqa. Gerçi. Bəli. Şər şəklinə, başqa. Bağlamaya. Hə? Feili bağlamaya. Bəli, bir də feili bağlamaya. Feili bağlamaya heç biri artıq qoşulmayacaq. Demək, uşaqlar, dedik ki, bir növ yekunlaşdırsaq, idi, imiş, isə hissəcikləri haqqında müəyyən bir təsəvvürümüz yarandı, eləmi? İşləmə məqamını bildik. Adlarda rahatlıqla biz onu ayıra bilirik. Çünki idi, imiş, hər zaman dedik, ayrı yazılır. Və folklorda düzdür, birləşik qarşımıza çıxsa da, amma yəni müəyyənləşdirə bilirik. Amma isə birləşik də yazıla bilirdi, adlara ayrı da yazıla bilirdi. Daha doğrusu, yəni qısaldılmış şəkildə daha çox birləşik yazılır. Feillərdə idi, imiş, həm birləşik yazılır, həm ayrı yazıla bilirdi. Samitlə bitənlərdə daha çox birləşik yazılırdı. Yazılış formasına diqqət edirik. Bir də feillərdə əsasən işlənmə məqamına diqqət edirik ki, necə işlənə bilmirlər? Necə işlənə bilmirlər? Feilin başlanğıc formasına və yaxud da ki, kökünə qoşula bilməzlər heç zaman. Nə olmalıdır? Sözə birinci başlanğıc formaya kökə feilin şəkillərinin şəkilçisi artırılmalıdır. Daha sonra isə nə artıra bilərik? Hissəcikləri artıra bilərik. Yaxşı? İt demişin sifətlə bir bağı var. Necə yəni bağı? Nə mənada? Sifətə də artırıla bilirlər. O çox gözəl idi, deyə bilərəm. Yəni, nəyə artırılsa, adı artırılsa, o ismi xəbər olacaq. Cümlədə. Feili artırılsa da feili xəbər olacaq. İsəni yalnız deyirik ki, müstəqil sadə cümlənin xəbəri vəzifəsinə çıxış eləyə bilmir. Çünki nə olur? Tabeli mürəkkəb cümlənin xəbərlərindən biri kimi çıxış eləyir. Çünki hərəkətin icrasını nəyə bağlayır? Müəyyən bir şərtə bağlayır. Düzdür? Bəli. Yaxşı uşaqlar, qoşulduğunuz üçün təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik. Əgər hər hansı bir mövzunu istəyirsinizsə, aydınlıq gətirmək və yaxud da ki, birgə baxmaq, o zaman qeyd eləyə bilərsiniz öncədən, həmin mövzuya da baxış edə bilərik. Bir dəfə də ümumi sual-cavab şəklində təşkil edərik. Sonra isə istəsəniz ya 11-ci sinifin əvvəlki buraxılışlarına baxarıq, ya da 9-cu sinifin əvvəlki buraxılış üzərində həm mətn tapşırıqlarını yerinə yetirərik, həm də ki, qapalı suallara baxarıq. Buyur. Mən 8-də oxuyuram, bir dənə sualım var, verə bilərəm. Bir dəqiqə gözləyim.